Qayayev adlı izləyicimiz bilir ki, hissədə 5 müdafiəçi oynamalıydıq bəlkə. Hardasa razılaşmamaq mümkün deyil bu iradla. Məncə doğru iraddır. Bilmirik ki, 5-li müdafiə ilə başlasaydıq nələr baş verəcəkdi. Eyni hesab olsaydı deyəcəkdik ki, niyə sistemi dəyişdik? Bəli, ikinci yarıya 5-li müdafiə ilə başladıq. Tutaq ki, ikinci yarı 1-1 oldu. Amma gəlin nəzərə alaq ki, oyun başlayanda ortaya qoyduğu yanaşmağa qoyacaqdı mı Newcastle? Bu da fərqlidir axı. Mən başqa bir şey də deyim. Misal üçün 5-li başladıq, yenə hesab 30-cu dəqiqədə 4-0 oldu. Onda da yanaşmamız olacaqdı ki, 4-də oynayırdıq. Əvvəlki oynayırdıq siz, bəli. Niyə dəyişdi? Yəni sistem dəyişir. Oyundan sonra danışmaq rahatdır da. Yəni mən məşqçi kimi yanaşıram ki, yəni məşqçi özü də heyət sistemi dəyişəndə o fikirlər olur onda. Ki, misal üçün hesab belə olsaydı, gərək dəyişməzdi falan kimi şeylər olur. Amma Newcastle həmən təzyiqdə başlasaydı oyunu, mənə elə gəlir ki, orada sistemin böyük, belə deyək, təsiri olmadı. Bir top az olardı da, 5 olmazdı, 4 olardı, 3 olardı. Çünki Newcastle üçün Qarabağ səddi böyük şansdır. Onlar bu şansı əldən vermək istəmirdi. Üstə gəl, daha öncə bəzi böyük komandaların Qarabağa biganə yanaşması kimi yanaşmadı. Ciddi yanaşdı, məşqçilərin özünün oyun öncəsi müsahibəsi var idi ki, Qarabağı çox ciddi araşdırmışıq. Bunların hamısının nəticəsi kimi birinci hissə məsələni həll elədilər.